Bugün dünyada milyonlarla ton neft daşınır, amma ilk neft tankeri harada istifadəyə verilib, heç bilirsiniz? Gəlin danışım. Hər şey 19-cu əsrin sonlarında Bakının neft bumu yaşadığı o illərdə başladı. O vaxtlar neft gəmilərə taxta çəlləklər də yüklənirdi. Bu həm baha başa gəlirdi, həm də gəminin tutumunu yarı-yarı azaldırdı. Əslində bu üsul böyük neft sənayesinin qarşısında duran ən böyük maneə idi. Nobel qardaşları başa düşürdülər ki, bu sistemlə uzağa getmək olmaz. Onların nefti çəlləkdə yox, gəminin birbaşa gövdəsində daşıya biləcək bir texnologiya lazım idi. Beləcə 1878-ci ildə dünya gəmiçilik tarixini dəyişən o addım atıldı. Zoroaster tankeri. Bu gəmi Nobellərin sifarişi ilə İsveçdə hissə-hissə hazırlandı və Xəzərin sahilində Bakıda montaj olundu. Zoroaster'in əsas fərqi ondan ibarət idi ki, o dünyada nefti birbaşa gövdəsindəki polad çənlərdə daşıyan ilk müasir tanker idi. Bu nəqliyyat xərclərini dərhal aşağı saldı və neftin daşınma sürətini bir neçə dəfə artırdı. Bu o dövr üçün böyük risk idi. Bakı bu riskin alındığı və qalib gəldiyi ilk yer oldu. İndi dünya okeanlarını yaran nəhəng tankerlərin hər birinin texnoloji kökü məhz Bakı limanından yola çıxan o ilk polad gəmiyə dayanır. Bizim sahillər o zaman sadəcə neft yox, həm də dünya iqtisadiyyatına yeni bir nəfəs verirdi.